Salam, hər vaxtınız xeyir. Yeni videoma xoş gəlmisiniz. Bugünkü iş prosesim Kia K5 modeldir. Nardo qrey rəngdə. Həmişəki kimi maşının üzərində buferləri yoxdur. Rənglənir. Maşının üzərində detallı cılalama prosesi yerinə yetirəcəm. Maşını hal-hazırda siz görmürsünüz, amma mən görürəm. Sonra bu hissə rənglənir. Bu iki dənə qapı rənglənib, bunların üzərinin şaqren dərəcələri çoxdur. Şkurkalayıb şaqrenini azaldacam. Zavod detallarından birəbir eyniləşsin. Siz də hamısını mənlə birgə izləyəcəksiniz. Maşının üzərində gözlə görülə bilən zədələr, cızıqlar, işığın düşdüyü saçaq kimi xətlər var. Üzəri bütöv kirdir. Maşın çox kirli vəziyyətdədir. Qeyd edim ki, yuduzdurub gətirmişəm. O təmiz görsənsə belə mənim işimə görə maşın təmiz deyil. Moldinglərin hamısı bərbad gündədir. İşıqla görmək olur. Dam yoxdur. Qara parlaqlar işlənəcək. Eyni şəkildə bu moldinglər işlənəcək. Bu iki qapı arxadan görüntü nömrəni görməyin. Bu vəziyyətdədir. Sonra nə göstərim başqa? Nardo qreydir də, yəni iş olaraq biraz gözəl işdir, maraqlı işdir. Nardo olmağı həvəsi gətirir. Nardo işləmək hər saat, hər sənt olan bir işdir. Əsasən detallı cilalama yap bildiyimiz polirovkaya qara maşın, tünd maşın belə rənglər gətirirlər. Müsal bəy də burada da həmişə kimi. Salam olsun, mən yenə gəldim. Sən belə yorğunçuluq var öz qaydasında, çünki belə bir Lexus işləmişəm, hazırlamışam. Buferləri gözləyirəm. Videonu da yəqin ki paylaşanda buferlər üzərində olan vəziyyətində paylaşacağam. Üstünü bağlamışam ki bunun tozu orada şey olmasın, üstünə düşməsin. Detallı polirovka, detallı cılalama, biraz tozlu işdir birinci mərhələsi. Bu maşında cızılar çox olduğuna görə daha çox tozlanma, daha çox qumlanma, daha çox necə deyim, lakın yonulmasına görə uçur da toz bildiyimiz. Belə başlayaq. İlk növbədə qabaq iki qapıdan, arxa qabaq qapıdan başlayacağam. Bilmirəm göstərə bilmişdimsə ya yox. Bu qapının şaqrenləri ürək açan deyil. Çünki rənglənib mandarin qabığı kimi biraz zərdə dalğalanmaları var. Şkurkalayıb onu iki qapının ikisində şaqrenini azaldacam. Təəssüflər olsun ki kamera onu tutmur. Belə gözdən amma görsənir. Belə izah edə bilərəm ki normal detal şux görsənir. Bu rənglənmiş detal biraz mandarin qabığı effekti verə bilir. Başqa rəngi maşında inşallah ki onu göstərə bilərəm. Yəqin bu Nardo olduğuna görə bunun üzərində onu tutmaq olmur. İndi deyə bilərsiniz ki Nardo deyil, Telegrey'dir maşının rəngi. Ola bilər. Nardo da Telegrey'in, Telegrey də Nardo'nun bir qardaşı. Çox danışdım. Kameranı yerləşdirəcəm burada bir yerə. İnşallah ki istədiyim nəticəni bu maşından alacağam. Siz də izləyin. Bu arada videonu da bəyənin. Bəyənmirsiniz bir videonu. Başlayaq. Lazım olan yeri lentlədim. Bunu lentləməkdə səbəbim odur ki, bu hissələri şkurkalayacağam. Buradan şkurka bu hissəyə dəyməsin. Belə göstərim. Buradan şkurkalayanda bu hissəyə dəyməsin. Şkurkanın risk zonası polirovka aparatının risk zonasına eynidir. Amma bu hissədə də mənim işim bu detaldadırsa bu detala çıxmamalıyam. Yəni maksimum buradan məsafə saxlayıram. Lenti də qoruma məqsədli üstə bu detalın üzərindən çəkirəm ki işimin üzərində bir problem yaranmasın. Eynən də bu rezinlər həm polirovkaya aiddir, həm belə şkurkalanmağa aiddir. Eynən də bu krılon şkurkasından, bu krıloda bir sözlə şkurkaya ehtiyacım olmadığına görə buradan da bura lent atıram ki, yəni şkurkaladıqca belə bu detalın üzərinə çıxmayın. Çünki bu detal heç bir işim yoxdursa mikron dəyərini aşağı salmağa da bir məcburiyyət yaranmamalıdır bir sözlə. Burada həm polirovkanın, həm də şkurkanın risk zonasıdır. Bunlar da eynən. Gətirim şkurkanı, gətirim şkurkanı 2500-3000 keçim şaqreni azaldım. Sonra da polirovkasına ümumilikdə lent deyəndən sonra başlayacağım. Kameranı da yenə də yerləşdirim bayaqki yerə. Bugün həvəsliyəm video çəkməyə. İstəyirəm bugün 1, 2, 3 və keramikasını tamamlayım maşını.
Sözü gedən 2500 budur, görürsüz. 2500. Ondan aşağı düşmək 2000-li ilə işləmək biraz keyfiyyətli lakın şaqrenini və yaxud da lakın mikron dəyərini aşağı salır deyə ən düzgün seçim 2500 üzərindən 3000. 2000-liyi cızıqda falan istifadə edərəmsə gələcəkdə onları da göstərərəm, baxarsınız. Nəysə başlayım, sürtüm, ikisini də sulamışam, çirkin azaltmışam ki, şpurkanın arasına su dolub cızıq atmasın da, necə deyim, o toz şpurkanın arasını ilk xırçıldıya detalı cızmağa başlayır. Tərtəmiz yumuşam oranı, spreyləmişəm və şpurkalayacam, baxacaqsınız. Lentləmişəm maşını, lentləməkdən bu səfər normal lentdir də, yəni bu səfər göstərmədim. Spoilerin burasına görə lentlədim bu hissəni, sonra soyub spoilerin burasını işləyəcəm. Buradan patpres deyil də, yəni panorama deyə qıraqları rezinlidir, yəni buradan işləyəndə bura zədə yetməsin deyə, buranı işləyəndə oval verəndə bura zədə yetməsin deyə buranı bağladım. İndi gəlib bunları gücləndirəcəm. Məsəl üçün bu hissəsində qalıb buranı gücləndirəcəm. Bunlar işlənəcək. Bunları bayaq lentlədim. Bunu çıxardacağım. Bu şpurka ilə işlərimi görmüşəm. Matlaşdırdım, şagreni yığışdırdım. Eyni qayda ilə də sol tərəfi lentləmişəm. Sol tərəfi daha məsuliyyətli lentlədim. Buraları belə yuxarıları vurdum. Buranı vurmuşam. O biri tərəfdə bura qalıb. Buranı bağladım, buraları bağladım. Bunun bu hissəsində, digər hissədə rənglənib deyə orada yoxdur. Burada nazik qapı ağzı PPF-lər olur. Bu PPF-ləri bağladım ikisini də. Göstərim. Bunu açım, görəcəksiniz. Axıra kimi düz aşağı qədər hamısını bağlamışam. Şimdi başlayacağım kapotdan. Kapotun vəziyyəti acınacaqlıdır. Görürsünüz. Yəqin ki 3D ilə pastasını işləyəcəm. Zəngidə imkan vermir. Belə. Başlayaq ağ keçə. Yəqin ki ağ keçə ilə yoxlayacağım. Yenə kitimi yığacağım. Bu maşına uyğun nə varsa ondan start verəcəm. Başlayaq. Görürsünüz. Bu şpurkalanan hissədir. İşığı yansıma verir biraz. Buraya başlamışam işləməyə. Bu hissəni işləmişəm. Matlığı aradan qaldırmışam. Siz fərqini də görməyəcəksiniz. İkinci mərhələdə o fərqi tutmaq mümkün olacaq. Lakın parlaqlıq səviyyəsi artdı şpurkadan sonra. Sonra pırlon işlənib. Kapotu başlamışam birinci mərhələsini. Bir sözlə buradan bir böyür yan detallarla gəlirəm. Hal-hazırda buradayam. Dedim uje çəkmək vaxtıdır. Çəkib göstərirəm. Döndərim kameramı. Buralarda bir yerə yerləşdirim. Hızlı çəkimə qoyacağım. Prosessiz dolaşdı dilim. Proses gedişatına siz də nəzarət edin. Bugün bu maşını bitirməyə maksimum fokuslanmışam. Keramika ilə bir yerdə. Görək nə olacaq. Başlayaq. Made you put down your guard. I know I made you fall and said you were wrong for me. I lied to you, I lied to you, I lied to you. Can't hide the truth, I stayed with her in spite of you. You did some things that you regret, still right for you.
'Cause this house is not a home without my baby. Where are you now when I need you most? I'd give it all just to hold you close. Sorry that I broke your heart, your heart. And I said, baby, I'll treat you better than I did before. Min bir əziyyətlə neçə saatdan sonra axır ki birinci mərhələni yekunlaşdırdım. Maşının arxası bu vəziyyətdədir. Çevirsin kamera. Hər bir xırdalığını işlədim. Stopların dibləridir, aralarıdır. Hamısı işləndi. Sonra bu qara parlaqlar işləndi. Bu hissələr işləndi. Stopun hissələri işləndi. Üçü deyəndə yəni çöldən bu hissəsi işləndi. Arxa ilə iş bitdi. Son olaraq arxa idi. Yan detallar işləndi. Qara parlaqlar eynən. Cızıqların hamısı yonuldu. Bu arada spoiler çıxdı. Spoilerə buradan tam giriş eləyə bilmirdim deyə. Həm də qopmuşdu. Buradan atmışdı spoiler. Spoiler üstündə işlədim. İşləyəndən sonra başladım bu hissəni işlədim. Çıxartdım yəni onun üstündən. Hazır vəziyyətdə saxlamışam ki, oranı təmizləyəndən sonra üstünə rahat qoymaq olsun. Belə bir sözlə maşın hələ ki tozun, torpağın içində görsənir. Çünki yonma prosesini çox keçmişəm maşının üzərində. Nardo Grey idi deyə cızıqlar dərin görsənir. O dərinliyi də işləmək üçün çox yonmalısan, çox pasta istifadə eləməlisən də bir sözlə. Burada da sizə görüntü üçün belə bir şey saxlamışam. Bilmirəm görürsünüz yox. Bu hissə cızıqdır. Bütün cızıqlar üstündədir maşının. Amma bu hissələrdə o cızıqlanma yoxdur. Dalğalanma var amma cızıq yoxdur. İndi buranı da saxladım belə ki, əvvəl sonra kimi işləyim göstərim. Bir saniyə onu silim, təmizləyim. Yox, bu təmizdir, bununla olmaz, bununla. Şimdi təmizləyəcəm, burada fərqi göstərəcəm sizə ki, əvvəl sonra necə olur. Baxın. Təmiz silim, fərqi daha aydın hiss olunsun. İşlənmiş hissədir bura. Bu xətlənməyə aldanmayın, pasta xətləridir o. Amma burada detalın bozları da görsənir. Cızıqlar da görsənir. Yəni işlənməmiş detal. Bu işığın xəttini takip eləsəz, cızıqları aydın şəkildə başa düşmək olur ki, əvvəl necə idi, indi necədir. Yəni buradan bu işığın xəttini izləsəz görə biləcəksiniz. O da ki cızıq deyil. Pastanın yağlılığı var üzərində, tozdur. Yəni o aldatmasın ki birdən problem var məsəl üçün. Belə yordu. Yorsa da dayanmırıq. İkinci hissəni başlayıram. İkinci etap detallı cızıqlamanın ikinci hissəsi. Parlaqlıq qatı, qologram effektinə hazırlıq. 3 olacaq, keramik olacaq. Çox danışdım. Məncə çox da işləmişəm. Danışmaq haqqımdır çünki nəticə çıxarmışam. Hal-hazırda belədir. Birazdan ikinci mərhələ olacaq. İkinci mərhələ maşın demək olar ki, işin 60-70% dəyərində nəticə olaraq üzə çıxıb görsənəcək. Aşağı detalları yordu. Podnoşka hissələri yordu. Motovkalı detalları şkurkasını açmaq, motovkanın özünü işləmək daha çətindir. Ondan da göstərim nəticə olaraq necə oldu. Baxın. Şaqren, parlaqlıq, canlanma öz yerinə qayıtdı. Bayaq göstərmişdim sizə sürtməzdən əvvəl nə vəziyyətdə idi, indi nə vəziyyətdədir. Yağlılıq və zolaqlı qologram var. Birinci etapın işləri dolar. Maşında spoilerini çıxartmışıq, arxası yoxa çıxıb. Arxa elə bil yoxdur indi. Bir də bunu işləmək çox çətin oldu. Bu akrilik boya ilə rəngləndirməyini bütün keçə qapqara oldu. Bunlar da işlənib yenə. Bir sözlə də yəni 100% bütün polirovka ola biləcək detalların hamısını işləyib hazır saxlamışam. Keçək 2-yə.
Böyle dostlar, beyler, videonu izleyenler, ikinci mərhələni də bitirdim. Maşın yağlıdır. Gördüğünüz gibi her yerinden yağ damlayır. Çünkü seçtiğim pasta yağlı pastadır. Elimden hara çəkirəm, orada artılır yağı. Bu yüzden silip təmizləmişəm, yoxlamışam özüm üçün necə effekt göstərir. Hal-hazırda üzərində qalagram belə yoxdur. Yüngül 3-cü mərhələ keçəcəm. Qalagram olmasa belə yenə də qalagram etapı keçirəm. Su ortada olsun işim. Ola bilər birazdan keramika üçün abjurobot eləyəndə nəsə üzə çıxa bilər deyə. Nə silib təmizləyib yoxlayacağam. Başlayıram maşını silməyə, yəqin ki silməyi, təmizləməyə, aralarının pastalarda, lentləri soyunmaq, şüşələri təmizləmək. Bunlardan kadr vermərəm. Həm çəkiliş cihazımız zaryadkası azdır, həm yaddaşı azalıb, içində neçə dənə fayl var, heç birini çıxartmamışam. Bir sözlə görüntü budur. Ümid edirəm istədiyim video nəticəni çıxarda bilmişəm. Videoda ürəyim istəyən nəticəni maşın üzərində çıxardıb göstərə bilmişəm, yəni belə deyim. Spoilersiz bir hitsin. Hər bir tərəfini işləmişəm, cızıqsız, xalsız, ləkəsiz, sarımtıllığı gedib, parlaqlığı öz qaydasında. Bunu belə saxlayıyorum, necə olacaq. Hop. Bunu bilmir değil mi açıqsı? Bir sözlə kameranı qarışdırdım yenə. Hə, okey bu. Silirəm, təmizləyirəm. Keramika hazır vəziyyətini sizə göstərəcəm. 3 üçün olan hazırlıqlarımı tamamladım. Maşını sizə göstərməzdən əvvəl demək istəyirəm ki, proses çox ağır getdi. İkinci etapın, yəni yağlılıq pastasını maşının üzərindən silmək biraz vaxtımı apardı. Əlimi ağrıdır. Çox pisdir silmək, çox çətin oldu. Bayağı bir vaxtım getdi, türklər demiş. Göstərim sizə nəticəni. Parlaqlıq artıq göz qabağındadır. Yenə də yağlılıqlar var. Ona görə tam dərin silmə eləmədim. Ehtiyac yoxdur tam təmiz silməyə. Çünki üzərindən bir daha keçsəm. Hə, buradakı germetikaların tozlarını ximçiski eləmişəm. Şotka buradadır. Bunları aradan qaldırıram. Bunlar söküləcək, spoiler üzərinə təzədən yapışdırılacaq. Və yəqin ki mənim işim olmayacaq. Belə. İkinci mərhələnin parlaqlığı belədir. Üzərindən 3 keçəcəm, sonra keramika. Demişdim əslində ki 3-dən heç bir nəticə göstərməyəcəm, amma 2-ni silməkdən göstərdim. Şüşələrin tozunu aldım, qapıların aralarının tozunu aldım. 3-ü hətta startda saxlamışam. Bunu da belə buralarda bir yerə yerləşdirim. 3-cü mərhələni sürətli şəkildə keçim üzərindən silim, təmizləyim. Işıqla baxım. Işıqla normal sarı işıq olmalıdır baxmaq üçün, gördüyünüz kimi. Qalaqramlarına baxacağım. Sonra silib təmizləmək təkrar. Bütün xırdalıqlarına qədər təhvil vəziyyətinə hazırlamaq maşını. Ondan sonra da keramikanı belə deyim, təhvilə hazırlayacağım maşın vidinə gətirəndən sonra keramikanı üzərinə tətbiq edirəm. Yəqin ki digər videolarda baxmısınızsa görmüsünüz. Görməmişsə də keçib baxa bilərsiniz. Başlayaq.
Maşın bitib. Hal-hazırda kapot və krılonların keramikasını vurmuşam. Görüntü olaraq bu vəziyyətdədir. Keramikası vurulub kapotun, parlaqlığı, şuxluğu qaydasında. Krıloda eyni vəziyyətdə və yan olaraq davam edərək gedirəm. Şüşələri təmizləmişəm. Tozunu silmişəm bütöv maşının. Pastaları silib təmizləmişəm. Bir sözlə istədiyimi aldım. Əsas da budur. Parlaqlığı, şuxluğu, cızıqsızlığı işıq xətti ilə göstərim. Baxın, tərtəmiz. Şükür bu işi də qaydasında təhvil verə bildim. Belə, mən tamamlayım, son olaraq göstərəcəm davamını. Təhvili hazır vəziyyət necə olacaq. Nəhayət ki, maşın bitdi. Nəticəni hissə-hissə görmüsünüz zaten. Yəni, mən səbrim çatmır, 0 göstərim, sonra nəticə olaraq tam göstərim. Amma belə göstərə bilərəm ki, maşın bu vəziyyətdədir. Parlaq, şux, qaraları daha çox parlaq. Burada cızıqlar vardı, mən yalanla deyə bilmərəm ki, bunlar apardım ya yox. Bunlar getmədi. Yəni olur belə şeylər. Səsimdən də yorğunçuluq hiss olunur. Arxa hissədən görüntü belədir. İşığın ətrafında cızıqlıq, məsələn burada ətrafında cızılma, xırda xətlər, heç bir şey yoxdur. Əvvəllə son nəticə arasında xeyli fərq var. Baxın bura. Qırağında heç bir cızılma xətti yoxdur. Maşının hər bir hissəsi bu vəziyyətdədir. Burada qalıb. Bax, məsələn, bu hissədə cızığı görə bilərsiniz işığın qırağında. Baxın, bu hissədə var biraz. O da normaldır, çünki bura nazik hissə idi. Mən oranı işlədim, bura bir gündə idi, dırnaq cızığı idi. İşləyib onu azaldıb, minimuma yendirmişəm. Qara parlaqlar həmçinin yenə də təkrar olaraq çox parlaq. Bu qara parlaq da çox parlaq. Bu da eynən. Bu da eynən. Maşın özlüyü ümumi olaraq, vəziyyət olaraq, görüntü olaraq bu görüntüdədir. Sabah buferi yığılacaq, alınsa buferli vəziyyətdə son şəkillərini, videolarını göstərəcəm sizə. Alınmasa da K5 vlogu bu qədər. Rəylərdə yazmağı, bəyənməyi, fikrinizi bildirməyi unutmayın. Sual varsa sual da verə bilərsiniz, fərq etməz. Çox yoruldum, sağ olun, özünüzdən müğayət olun. K5 vlogu bitdi. Təşəkkürlər. Your loving on me makes me feel special. No heaven on earth if I can't be with you. Swim me your eyes so I can't